Salam əziz müdavimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, növbəti sınavımızı sizlərə təqdim edirəm. Birinci sualla başlayırıq. Uyğunluq gözlənilmişdir. Orxan küçədə insanların zibil atdığını görsə də, özü heç vaxt belə etmir. O düşünür ki, cəmiyyətin təmizliyi və rifahı üçün bu vacibdir. Bəli, bu mənəvi inkişafın universal etik prinsiplərinə aiddir. Nəyə görə? Çünki qaydalara görə yox, ümumiyyətlə cəmiyyətin təmizliyi, insanların yaxşı yaşaması üçün bu vacibdir deyir. Qələmimizi götürək, bu doğrudur. Biri götürürük. İkiyə baxaq. Nigar işdə yeni bir layihə üzərində işləyir, amma yoldaşları tərəfindən tənqid ediləndə özünü əsəbi hiss edir. Sakitləşmək üçün qısa fasilə verir, sonra işini davam etdirir. Emosional zekanın hansı komponentinə aiddir bu əziz müəllimlər? Özünü dərk yox, özünü idarə etmə. Çünki o, rasional intellektindən istifadə edir və öz əsəblərini cilovlaya bilir. Ona görə ikini götürmürük. Sinif yoldaşlarınızdan ikisi bir layihə üzərində işləyərkən bir-birləri ilə mübahisə edir və iş dayanır. Müəllim sizi bu vəziyyəti idarə etmək üçün qrup rəhbəri təyin edir. Baxın, qarşısında doğru yazılıb, amma bu emosional zekanın empatiya komponentinə aid deyil, münasibətlərin idarə olunmasına aiddir. Münasibətlərin idarə olunmasında biz bir şagirddə əgər təşkilatçılıq, liderlik, təşəbbüskarlıq, humanistlik, verbal bacarıqlar, qeyri-verbal bacarıqlar varsa, qrup işlərini düzgün idarə edə bilirsə, bu zaman biz yalnız münasibətlərin idarə olunmasını düşünməliyik. Ona görə üçü də götürmürük. Aysel mağazada bir pulqabı tapır, onun içərisində pul və şəxsiyyət vəsiqəsi var. Aysel düşünür ki, bu pulu götürmək maddi cəhətdən ona kömək edəcək. Amma pulqabının sahibi narahat ola bilər. Nəticədə pulqabını mağaza rəhbərliyinə təhvil verir. Çünki başqalarına zərər vermək düzgün deyil fikrini əsas götürür. Baxın, qabağında yanlış yazılıb. Bəli, bu fikir yanlışdır. Çünki mənəvi inkişafda bu universal etik prinsiplərə aiddir. Onun nə qədər pula ehtiyacı olsa da, tək özünü yox, başqalarını da düşünür və sırf başqalarına ziyan gəlməsin deyə pulqabını geri qaytarır. Deməli, keçirik növbəti sualımıza. Edirəm ikinci sualla. Şagirdlərə iki müxtəlif qəzetdə eyni hadisə haqqında dərc olunmuş məqalə təqdim edilir. Onlardan məqalələrdəki oxşar və fərqli fikirləri müəyyənləşdirərək nəticə çıxarmaları tələb olunur. Bu tapşırıq Bloom'un idraç taksonomiyasının hansı mərhələsinə aiddir? Bizdən taksonomiyanı istəyir. Baxın, iki hadisə verilir şagirdə. Amma şagird burada iki hadisəni müqayisə etsə də, onlardan ən önəmli, ən vacib olanı götürməyəcək, əsaslandırma etməyəcək, heç bir sübut, araşdırma aparmayacaq deyə bunun cavabına nə götürürük? Anlamaq mərhələsi. Axırına diqqətlə qulaq asın. Deyir ki, şagird iki əsəri oxuyacaq, iki məqaləni və nəticə çıxardacaq. Nəticə oxuyub, başa düşüb, nəticə çıxardacaq. Ona görə də anlamaq mərhələsidir. Davam edirəm. Şagird sağlam qidalanma menyusu hazırlamalıdır. O, gündəlik qidalanma rasionunda ümumi kalorini müəyyənləşdirir və sağlam qidalanma qaydalarına uyğun bir menyu hazırlayır. Tapşırıq idraç taksonomiyasının hansı mərhələsinə uyğundur? Sağlam qidalanma tək menyu kimi olsaydı və yaxud da təqdimat formasında olsaydı, biz onu anlamaq mərhələsi götürə bilərdik. Axı, burada şagird kalorini hesablayacaq, menyu hazırlayacaq. Ona görə də cavab B variantı tətbiq etmək mərhələsi olacaq. Azərbaycan dil dərsində müəllim məqalələr mövzusunu izah etdikdən sonra şagirdlərə müxtəlif qəzet və onlayn xəbər portallarına nümunələr təqdim edir. Şagirdlər həmin məqalələri oxuyacaq, strukturu təhlil edəcək, sonra bu mövzuda öz məqalələrini yazaraq təqdim edəcəklər. Burada həm onlayn xəbər portallarından nümunələr əldə edir şagird, müxtəlif qəzet və portallardan. Amma belə deyim də, bunu müəllim şagirdə verir. Müəllim şagirdə gətirir, bir məlumatı verir. Burada şagird özü gedib araşdırmır onlayn xəbər portallarından. Ona görə biz burada fənlərarası inteqrasiyanı götürməyəcəyik. Burada ancaq fəndaxili inteqrasiyadır. Bəli, yalnız fəndaxili inteqrasiya. Fənlərarası inteqrasiya yoxdur burada. 4-də A variantı. Davam edirəm. 5-ə baxaq. Yanlış variantı müəyyən edin.
Qeyri-verbal düşüncə ilə şagird şəkillərdən və diaqramlardan istifadə etməklə mürəkkəb məsələni daha asan başa düşür. Doğrudur. Divergent düşüncəli insan problemi tez həll edə bilməməsinin səbəbi qəbul olunmuş yolların hər birini sınaqdan keçirdi və yeni yollar axtarışında olmasıdır. Doğrudur. Analoji mühakimə yürüdən şagird düşünür ki, bitkilər günəş işığına möhtacdırsa, heyvanlar da günəş işığı almadan zəifləyirsə, insan orqanizmi üçün də günəş işığı vacibdir. Yəni analogiya aparır da, günəş işığı həm heyvana, həm bitkilərə, həm də insana lazımdır. İnduktiv mühakimə yürüdən şagird müşahidə edir ki, hər dəfə günəş çıxanda hava isti olur. Bir neçə belə müşahidədən sonra deyir, günəş çıxdıqda hava mütləq isti olur. Düzdür. Yəni hadisələri gördü, sonra ümumi bir qayda müəyyən etdi. Analoji düşüncəli insan çox geniş yayılmış fikirlərə şübhə ilə yanaşır, onu yenidən müzakirəyə çıxardır. Bu divergent düşüncəli insana aiddir. Analoji düşünən insan hər hansı bir hadisə, iki şəxsiyyət olsun, nə bilim tarixi bir gün olsun, onlar arasında müqayisə aparır, oxşar və fərqlilikləri aşkara çıxartmağa və yeni bir nəsə yaratmağa sövq edən bir fəaliyyətdir. Məsələn, tutaq ki, radar sistemi, yarasalar radar sisteminin yaranmasına səbəb olub və yaxud da Türkiyədə salınan zeytun bağlarından biz örnək götürərək Azərbaycanda da zeytun bağları salınıb. Başa düşdünüz? Yəni biz oxşar baxırıq, orada iqlim necədir? Bəs bizdə həmin iqlimə uyğun olan ərazi varmı? Həmin iqlimdə olan bir, məsələn, məhsulu gətirib özümüz təqdim etməyə çalışırıq və bununla da biz analogiya aparmış oluruq. Yeniliklər əldə etmiş oluruq. Aşağıdakılardan hansı effektiv rəy sayıla bilməz? İnşa yazısında əsas fikri aydın ifadə etmisən, fikri əsaslandıran zaman arqumentlər arasında əlaqə güclüdür. Doğrudur, burada səhv yoxdur. Məqalə mövzuya uyğun olması, quruluşla düzgün yazılması müsbətdir. Giriş və nəticə hissələrində isə fikirləri ümumiləşdirmək üzərində biraz işləməyini tövsiyə edirəm. Burada da səhv yoxdur. Mövzuya uyğunluq və mətnin struktur quruluşu yaxşı təşkil olunub. Burada da səhv yoxdur. Tapşırığı düzgün yerinə yetirmisən, amma daha diqqətli ol. Harda diqqətli ol? Harda səhv etmirsən? O yoxdur. 6-da D variantı şagirdə yol göstərən bir rəy olmadı. Ümumi verilmiş, aydın olmayan rəy oldu. Şagirdlər yaşadıkları ərazidəki tarixi abidələr haqqında məlumat toplayır, onların müxtəlif dövrlərə aid xüsusiyyətlərini müqayisə edir və təqdimat hazırlayacaqlar. Görünüşlə tətbiqə oxşuyur, amma biz artıq bunu tətbiq yox, anlamaq mərhələsi götürürük. Çünki şagird məlumat toplayacaq, müqayisə edəcək və təqdimat hazırlayacaq. Yəni, buradan məsələ prosesin icrasından getmir. Şagirdin bir şeyi başa düşməsi, araşdırması, təqdim etməsindən gedir. Vacib olan tətbiqdəki proses deyil burada. Davam edirəm. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bu söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə edilən iş vərəqidir. Bəli, frayerdi götürürük. Mətnin yaxın analizinə əsaslandığı üçün müzakirə və interpretasiya üçün çoxlu əsas verən bir mətn lazımdır. Bu sinektika yox, nəyə aiddir? Sokrat dialoquna içini götürmürəm. Həm şagirdlərə düşüncələrini sinif ilə bölüşmə imkanı verən, həm də dərs zamanı onlara hərəkət etmə imkanı yaradan əyləncəli bir fəaliyyətdir. Bəli, sinif gözlərini götürmürəm. Bu texnika qrup şəklində işləməyə tədricən öz biliklərini qurmağa imkan verir. Şagirdlər bu fəaliyyətə sualları cavablandıran və ya fikirlərini bölüşən fərdlər kimi başlayır. Bu da qartopu texnikasına aiddir. Deməli, cavab 1-4. 8-də Y variantı. Davam edirəm. Müəllim müşahidə edir ki, şagirdlərin bir-biri ilə olan mənfi münasibətləri onların akademik nailiyyətlərinə mənfi təsir göstərir. Sinifdə sağlam psixoloji mühiti bərpa etmək məqsədi ilə müəllimin atacağı hansı addım uğurlu deyil? Baxın, burada elə səhv olan A variantıdır. Çünki müəllimin məqsədyönlü tapşırıqlar verməsi o şagirdlər arasında mənfi münasibətləri aradan qaldırmayacaq. Amma digər variantlarda uşaqlarla söhbət etmək, problemin həllində vasitəçi olmaq, bir yerdə yenidən qaydalara baxmaq, rolları bölüşdürmək, konstruktiv əks əlaqə qurmaq bu şagirdlərin bir-biri ilə olan mənfi münasibətinə təsir göstərə bilər. Məqsədyönlü tapşırıqlar vermək, nə bilim, bu hissədə diferensiyanı təqdim etmək bu cür situasiyalarda səhv götürülür.
Diferensial təlim və scaffoldingin bizdən ortaq cəhətini istəyir. Hər ikisinin ortaq cəhəti şagirdi təlim məqsədinə çatdırmaqdır. Düzdür, fərqli cəhətləri də var. Məsələn, diferensial təlim dərs ərzində baş verə bilər, scaffolding isə ümumi tədrisə yanaşmadır. Diferensial təlimdə fasilitator olmaya da bilər, scaffoldingdə mütləq fasilitator olmalıdır. Amma hər ikisinin ortaq cəhəti şagirdi təlim məqsədinə nail olmağa dəstəkləməkdir. Davam edirəm. Müəllim biologiya dərsində şagirdlərə zərərli vərdişlər adlı mövzunu tədris edir. Onlara zərərli vərdişlərin insan orqanizmi üçün nə qədər təhlükə yarada biləcəyi haqqında danışır. Şagirdlərə tapşırıq olaraq bildirir ki, verilmiş mövzu ilə bağlı araşdırma aparsınlar, əldə edəcəkləri məlumatlardan nəticə çıxarsınlar, daha sonra isə insanlara bu vərdişləri tərk etmək üçün təşriflər planı hazırlasınlar. Situasiyaya uyğun gəlməyən fikri istəyir. Belə situasiyaları siz birinci oxumalısınız, təhlil etməlisiniz, anlamalısınız və sonra doğru variantı axtarmağa çalışmalısınız. Verilmiş situasiyadan aydın olur ki, müəllim təhsil alanı zərərli vərdişlərdən çəkindirmək və onların mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirib. Bir doğrudur, düzdür. Avtomatik birləri variantlardan çıxardırıq. İki variantımız getdi. Müəllim hər kəsin bərabərliyini təmin etmək üçün diferensial yanaşmadan istifadə edir. Biz burada diferensiallıqla bağlı bir situasiya gördükmü? Görmədik. Ona görə 2-ni götürürük. 2 ilə başlayan variantımız da C-dir, bir də D-dir. Tapşırıq şagirdlərdə əldə etdikləri məlumatlara əsaslanaraq yeni həll yolları hazırlamağı tələb etdiyinə görə yüksək idraki bacarıqları inkişaf elətdirir. Bəli, həm məlumat əldə edəcəklər, həm də yeni həll yolu hazırlayacaqlar. Ona görə burada yaradıcı təfəkkür olduğuna görə 3-ü də götürmürük. Verilmiş situasiyada tapşırığın sonunda fəaliyyət planının hazırlanması şagirdlərin tənqidi təfəkkürünü və qərar vermə bacarığını inkişaf elətdirəcək. Əslində bu fəaliyyət planının hazırlanması tənqidi təfəkkürü yox, yaradıcı təfəkkürü inkişaf elətdirir. 4-ü götürürük. Müəllim şagirdlərdə şəxsi və sosial məsuliyyət hissini formalaşdırır. 5 də doğrudur, onu da götürmürük. Müəllimin bu cür fəaliyyətlər verməsi demokratiya və insan hüquqlarına hörmət səriştəsini formalaşdıracaq. Yəni, bunun üçün müəllim hüquqlardan danışar da, zərərli vərdişlərdən danışmazdı. Cavabımız oldu 2, 4, 6. D variantı. Növbəti 12-ci sualla davam edirəm. Müəllim dərsdə bir şagirdin davamlı olaraq tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiyini, amma ev tapşırıqlarını düzgün yazdığını görür. O, bu vəziyyəti dəqiqləşdirmək üçün şagirdin valideyni ilə görüş keçirir. Görüş zamanı valideyn vəziyyəti inkar edir və müəllimi övladına qarşı qərəzsiz davranmaqda ittiham edir. Bu halda müəllim hansı yanaşmanı sərgiləməlidir? Valideyni empatiya göstərməlidir, onun dərsdə oturaraq övladının fəaliyyətini görməsinə şərait yaratmalıdır ki, haqlı olduğuna valideyni inandırsın. Əslində A variantı doğrudur, amma sonda müəllimin özünü haqlı kimi göstərməsi, valideynə bir növ sübut edir ki, siz səhvsiniz, mən burada doğruyam deməsi doğru yanaşma deyil. Yəni, istər-istəməz valideyn ilə müəllim arasında konflikt yaradacaq. Valideynin dediklərinin əksini göstərmək üçün hər şeyi sübut etməyə çalışır. Bu da doğru deyil. Müəllim valideyn məktəb rəhbərliyi və psixoloqun da iştirakı ilə iclas təşkil etməli, problemin nədən qaynaqlandığını araşdırmalıdır. Hələ bir valideyn müəllim özü bu problemi həll eləsin. Əgər həqiqətən də bu problemdə böyük bir çatışmazlıq olsa, o zaman məktəb rəhbərliyinə və psixoloqa xəbər verərəm. Ona görə C-də deyil. Valideynin emosional reaksiyasını anlamalıdır, görüşü tez bitirməlidir. Bu da deyil. Valideynin narahatlığını anlayışla qarşılayaraq onu dinləməli, sonra isə şagirdin inkişafı üçün birlikdə həll yolu tapmalıdır. Y variantı ən uğurlu addımımızdır. Davam edirəm. Gündəlik planlama zamanı klasteri tamamlayan fikri istəyir. Bəli, gəlin baxaq, gündəlik planlamada klasteri hansı fikir tamamlayacaq? Dərs zamanı qarşıya çıxa biləcək çətinlikləri əvvəlcədən müəyyənləşdirmə ilə burada baxan kimi bizim doğru cavabımız görünür. Təhsil alanın vəzifələri planlamada yoxdur. İl ərzində hansı alt standart reallaşacaq? Bu illik planlamadadır. Qiymətləndirmə öyrənmə fəaliyyətinə uyğun yox, öyrənmə fəaliyyəti qiymətləndirməyə uyğun müəyyən edilir. Fənni siniflər üzrə təlim nəticələrdə illik planlamada öz əksini tapır. Davam edirəm 14-cü sualla.
Müəllim Səsimiz müxtəlif, dəyərimiz eynidir adlı layihə çərçivəsində şagirdləri qruplara bölür və deyir ki, araşdırma aparıb nəticələri sinif qarşısında təqdim etsinlər. Qrup üzvlərinin intellektual xüsusiyyətlərinə görə iş bölgüsü edilir. Məqsəd sinifdə sağlam psixoloji mühit yaratmaq, müxtəlifliyi anlamaq, qısnamaların qarşısını almaq və şagirdlər arasında əməkdaşlığı gücləndirməkdir. Deyir, hansı fikir doğru deyil? Müəllim sinifdə sosial mədəni müxtəlifliyin qəbuluna təşviq edir uşaqları, empatiya, özünü ifadə bacarığı yaradır. A, doğrudur. Müəllimin layihə üsulu ilə işləməsi şagirdlərdə həyati bacarıqların inkişafını dəstəkləyir, inklüziv sinif mühitinin formalaşmasına kömək edir. Bu da doğrudur. Layihə tapşırığının təqdimatı şagirdlərin ictimai çıxış bacarıqlarını artırmaqla onlarda sosial-emosional inkişafa da müsbət təsir edəcək. Doğrudur. Qruplarda iş bölgüsünün təkcə akademik nailiyyətlərə görə deyil, intellektual xüsusiyyətlərə əsaslanması, sabit rollar müəyyən edilməsi bütün şagirdlər üçün bərabər inkişaf imkanları yaradır. Baxın, sabit rol. Yadda saxlayın. Heç vaxt biz həmişə qruplarda sabit rollardan istifadə edə bilmərik. İstər qruplar olsun, istər rollar olsun, daima dəyişməlidir. Onda təlimdə bərabər imkanlar formalaşar. Onda diferensial təlim formalaşmış olar. Dərs zamanı şagirdlərdən biri ardıcıl şəkildə müəllimin icazəsi olmadan danışır və digər şagirdlərin fikirlərini yayındırır. Müəllim bu davranışın qarşısını almaq üçün sinifdə əllərini qaldırmadan danışan heç kəsə cavab vermir. Əllərini qaldıraraq düzgün davranış nümayiş etdirən şagirdləri isə qısa, motivasiya edici bir tapşırıqla mükafatlandırır. Zamanla bütün şagirdlər müəllimin müdaxiləsi olmadan bu davranış modelinə əməl edir və dərslər daha sakit olur. Müəllimin yanaşması ilə bağlı doğru fikri istəyir bizdən. Müəllim öyrənmə prosesinin səmərəli olması üçün hər bir şagirdin marağını, bacarığını nəzərə alır. Doğru ola bilər, amma mənim situasiyamla bağlı deyil. Müəllim düzgün davranışı müsbət möhkəmləndirmə ilə dəstəkləmiş, arzuolunmaz davranışı isə görməzdən gəlir. Əslində müəllim arzuolunmaz davranışı görməzdən gəlməyib, sadəcə nümunə göstərməklə uşaqlara doğru davranışın necə olacağını bildirib. Müəllim arzuolunmaz davranışlara qarşı sosial modelləşmə yolu ilə şagirdlərin sinif qaydalarına uyğunlaşmasına şərait yaradıb. Bəli, 15-ci sualda müəllim Albert Banduranın müşahidə əsaslı öyrənməsinə uyğun rəftar edib və variant C-də də ona uyğun tam bir belə deyim, oxşar situasiya öz əksini tapır. Davam edirəm. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Böyük summativ qiymətləndirmə təhsil pilləsinin tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Bir səhvdi götürürəm. Nəyə görə səhvdir? Çünki böyük summativ qiymətləndirmə ibtidai təhsilin sonu, ümumi orta, tam ortanın sonunda bütün siniflərdə aparılır və əlavə olaraq da 5, 6, 7, 8, 10-cu sinifdə də 3 fəndən aparılır. Yəni, ancaq tam orta təhsil səviyyəsini bitirənlər üçün olmur. Diaqnostik qiymətləndirmə tədrisin fərdləşməsinə şərait yaradır. Doğrudur, götürmürəm və avtomatik olaraq ikilər variantdan çıxır. Elə burada 1 ilə 4-ü biz götürürük. İlkin qiymətləndirmə müəllimə şagirdlərin mövzu ilə bağlı nəyi bilib bilmədiyini müəyyən etməyə şərait yaradır. Qiymətləndirmə meyarları dərsin məqsədinə əsasən müəyyənləşmədikdə etibarlılıq yox, validlik, yəni uyğunluq prinsipi pozulur. Ona görə də biz 3-ü götürmürük. Amma 4 doğru olduğuna görə 4-ü götürürük. 16-da A variantı. Davam edirəm. Müəllim layihə işi üçün şagirdləri komandaya bölür, hər komandaya tapşırıq verir. Komandaların birində bir şagird digər yoldaşlarını daim diqqət yayındırmaqla layihənin gedişatına mane olur və komandanın işində gecikmə yaranır. Müəllimin bu vəziyyətdə ən məqsədə uyğun davranışı hansı olar? Açıq şəkildə tənbih etmək olmaz. Komanda işində fəal iştirakını təmin etmək, onda deyir, problem həll etmə bacarığının inkişafını təmin edir. Bu da doğru variant deyil. Müəllim dərs prosesində yaranan vəziyyəti idarə edir. Dərsdənkənar vaxtlarda şagirdlərin şəxsi və sosial bacarıqlarını inkişaf etdirməyə yönəlmiş fəaliyyət təşkil edir. Bəli, 17-də C variantı doğru variantımızdır. 18. Sevinç son vaxtlar sinifdə həm aqressiv, həm də təcrid olunmuş davranışlar göstərir. Bəzən sinif yoldaşları ilə mübahisə edir, bəzən isə kənara çəkilib hönkür-hönkür ağlayır.
Günel müəllim bu vəziyyəti diqqətlə izləyir və sevinclə fərdi söhbət aparır. Sevinc müəllimə evdə valideynləri arasında olan gərginlikdən, dostları arasında yaşadığı anlaşılmazlıqlardan və özünə inam problemlərindən danışır, amma deyir ki, bu barədə mən heç kəsə danışmaq istəmirəm. Günel müəllim Sevincin valideynləri ilə əlaqə saxlayır, məktəb psixoloqu Aysel xanımla birgə dəstək proqramı hazırlayır. Həm evdə, həm də məktəbdə Sevincin sosial, emosional vəziyyətini yaxşılaşdırmağa çalışırlar. Müəllimin atdığı addımla bağlı doğru fikir hansıdır? Günel müəllim ziyalılıq nümunəsi göstərmək, təhsil verəni hər bir haldan qorumaq. Burada saxlayıram. Burada təhsil verəndən söhbət getmədi, təhsil alandan söhbət getdi. Günel müəllim təhsil alanları psixi zorakılığın bütün hallarından qorumaq vəzifəsindən istifadə edir, dəstəkləyici mühit yaratmış olur. Bəli, B variantı doğrudur. Təhsil alanını qoruyur, dəstəkləyici mühit yaradır. Ona görə məsələn inklüziv pedaqoji tələbi reallaşdırmış olur. Digər variantlarda da məsələn vicdanlı davranış deyil bu. Şagirdi qoruduğuna görə, şagirdi başa düşdüyünə görə, məsələn, bir də yadda saxlayın, fiziki, psixoloji zorakılıqdan qorumaq müəllimin hüququ yox, hər zaman vəzifəsidir. Məsələn, ictimai etimad burada daha çoxdur. Günel müəllim məktəb valideyn əlaqələrinin tənzimlənməsi pedaqoji tələbinə əməl etmir. Niyə əməl etmir? Yəni, əməl etdiyini gördüyü situasiyada təhsil alanı müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirir. Bu da, yəni, situasiya. Növbəti 19-cu sualın gəlin izahına baxaq. Müəllim heterogen sinifdə müzakirə apararkən fərqli mövzunu müxtəlif tədris üsulları və metodları ilə izah edir. Bu yanaşma nəticəsində müxtəlif öyrənmə tipinə malik şagirdlərin fəal iştirakı təmin olunur və sinifdə inklüziv dəstəkləyici mühit formalaşır. Buna baxmayaraq, bəzi şagirdlər dərsdə diqqətsiz qalır və onların fərdi ehtiyacları tam təmin olunmur. Bu halın yaranmasına səbəb olan ən doğru variantı bizdən istəyir. Ən doğru variant. Yəni, nəyə görə heterogen sinifdir, müəllim müxtəlif tədris üsulları ilə dərs keçdi, amma yenə də uşaqlar dərsi başa düşmədilər. Müəllimlər, burada əsas məsələ bilirsiniz nədir? Müəllimin mövzunu fərqli mövzu götürməsi. Biz fərqli mövzu yox, eyni mövzunu götürüb, amma onu müxtəlif üsullarla şagirdlərə çatdırırıq. Müxtəlif yollarla, müxtəlif təlim metodları ilə şagirdlərə çatdırırıq. Belə şeylərdə diqqətli olun. Sual doğru görünsə də oradakı bir söz sualın taleyini həll edə bilər. İndi A variantına baxırıq, deyir müəllim şagirdlərin ümumi maraq dairəsinə yönəlib. Bu doğru deyil. Çünki müəllim müxtəlif metodlarla izah edir. Burada var. Müxtəlif üsullarla izah edir. Problem onda deyil. Müəllim inklüziv mühitin formalaşması üçün yalnız müxtəlif tədris üsullarından istifadə etməklə kifayətlənməməlidir. Şagirdin emosional, sosial ehtiyacını da nəzərə almalıdır. Əslində düzdür, bəli, nəzərə almalıdır. Amma mənim situasiyamda məndən nə istəyir? Deyir, ən doğru hal nə oldu? Yəni, bu halın yaşanmasına səbəb nə oldu? Ona görə B variantını da götürmürəm. Qarşılıqlı fəaliyyət, interaktiv metodların tətbiqi şagirdlərdə həyati bacarıqların inkişafı üçün yetərli deyil. Əlavə fərdi inkişaf planları da vacibdir. Bəli, variant doğrudur. Amma mənim situasiyama uyğun deyil. Məndən sualın istədiyi odur ki, müəllim nə üçün bu şəraitin yaranmasına vəsilə oldu? Yəni, hansı hal baş verdi ki, bu hal yaranmış oldu? Baxın, Y variantı. Diferensial yanaşmanın düzgün tətbiq olunmaması sinifdə bərabər imkanların təmin edilməməsinə səbəb oldu. Bəli, diferensial təlim doğru tətbiq edilmədi. Çünki diferensial təlim fərqli mövzu yox, eyni mövzunun müxtəlif üsullarla uşaqlara çatdırılmasıdır. D variantında da yenə eyni şeydən bəhs edir. Deyir, müəllim fərdi və qrup işlərini balanslaşdırmalıdır, xüsusi dəstək göstərməlidir. Əlbəttə göstərməlidir, amma müxtəlif üsullarla eyni təlim məqsədinə çatdırmaq şərti ilə. Məsələn, müəllim sinifdə inklüzivliyi təmin edə bilər, müəllim uşaqları nəzərə ala bilər, müxtəlif intellektləri nəzərə ala bilər. Bu demək deyil ki, müəllim fərqli mövzuları keçməlidir. Müəllim eyni mövzunu fərqli metod və üsullarla tədris etməlidir. Və keçirik sonuncu 20-ci sualımıza baxaq.
Qrup müzakirələri zamanı müəllim müşahidə edir ki, bəzi şagirdlər ardıcıl olaraq qrupun adından danışır, qərarları tək başına verir, digərlərlə fikirlərini bölüşmürlər, müzakirələrdən uzaq qalırlar. Belə vəziyyətin davam etməsi həm fərdi öyrənməni məhdudlaşdırır, həm də ədalətlilik prinsipini pozur. İndi deyir müəllim nə edər ki, həm emosional öyrənməni formalaşdırsın, həm də inklüziv təlimə uşaqları təşviq etsin. Qrup daxilində əvvəlcədən rolların paylaşılmasını təmin etmək, uşaqlara məsuliyyətlər verməklə onların fəallığını artıra bilərik. A variantı elə bizim doğru variantımızdır. Həm inklüzivlik, həm də emosional öyrənmə formalaşdı. Qrup işindən imtina etmək olmaz. B variantı səhvdir. Çünki qrup işi də lazımdır şagirdə, fərdi iş də lazımdır, cütlərlə iş də şagirdə lazımdır və axırında da yazılıb ki, rəqabət formalaşmalıdır. Dominant şagirdlərə xəbərdarlıq etmək və onların iştirakını məhdudlaşdırmaq lazımdır. Yadda saxlayın müəllimlər, biz şagirdlərin iştirakını məhdudlaşdıra bilmərik. Lap qrup işində problem olsun ha, yenə də şagirdlərin işini məhdudlaşdırmamalıyıq. Səriştəli müəllim o idarə etməni ələ almağı bacarmalıdır, idarə etməni bacarmalıdır. Şagirdlərin müzakirə zamanı nə qədər danışdığını qeyd edib, sonra onu mükafatlandırmaqla motivasiya edə bilərəm. Bu da təbii ki, doğru yanaşma deyil. Burada problem uşağın tək başına qərar verməsidir. Axı mən bu problemi həll etməliyəm. Bu problem həll olunmalıdır. Y variantlara deyir ki, müəllim şagirdə əlavə ev tapşırığı verməlidir. Bu da doğru deyil. Situasiyada nə istəyibsə, mən onu tapmalıyam cavablarda. Ona uyğun variantı tapmalıyam. Belə dəyərli müəllimlər, sualların izahı bitdi. Yenə də növbəti sınaqlarımız olacaq. MİQ-ə qədər hər bir müdavimə Fes Akademi olaraq biz dəstək olacağıq. Ona görə gözünüz Gülnarə Mürsalova YouTube kanalında qalsın. Sağ olun, görüşərik.